Salam 10-cu sinif səhifə 57-yə baxırıq və deyir ki, what's your first part of the talk and answer the questions. Söhbətin birinci hissəsinə baxın və suallara cavab verin. Bunu çoxdan, elə bil ki, bundan öncəki səhifəni çoxdan paylaşmışdım və doğrusu söhbətin nədən getdiyini bilmirəm. Gəlin bir yerdə baxaq. Gedək axtaraq Google-da, Gulu-Gulu'da. Və biz burada nə görürük? Okey, axtarırıq və tapırıq website. Oh, again, this requires a code from me. Yes, continue to destination. Yes. Bunu belə açırıq yarımçıq səhifədə və in the other half of the page we are going to first of all read the questions. Uşaqlar həmişə dinləmə mətni etməmişdən qabaq bax bunu dönə-dönə deyirəm. Yenə də deyirəm, dinləmə mətnini eləməmişdən öncə mütləq suallarla tanış olun. Niyə tanış oluruq? Çünki bizdən dinlədiyimiz mətndə nə soruşacaqları barədə bir fikrimiz olsun və diqqətimizi də ən çox ora yönəldək. Məqsəd budur. Və deməli belə işlər. Videoya başlayırıq. Cəmi 4 dəqiqəlik videoda ümid eləyirəm hər hansı bir mahnı yoxdur. Çünki mahnı olanda plagiat hesab olunur və kanalımdan səssizləşir, yəni videolar. Neysə baxaq görək vəziyyət nətərdir. TEDx söhbətidir. I had a great pleasure to live in Spain for 2 years. Deyir ki, İspaniyada 2 il yaşayan müddətdə mən çox böyük bir məmnuniyyət yaşadım. Uşaqlar, sualları oxumadım, dedim amma oxumadım. Birinci sual, how will strangers react if you greet them in Spain? Deyir, İspaniyada insanları salamlayarkən, yad insanları salamlayarkən onlar necə reaksiya verirlər? İkinci sual, how will strangers react if you greet them in Norway? Və Norveçdə deyir, insanları salamlayanda, yad insanları salamlayanda onlar sizə nə reaksiya verəcəklər? Və üçüncü sual oxuyuram. What do people expect you to do when you leave a party in Canada? Və deyir ki, Kanadada partidən, hər hansı bir partidən çıxarkən insanlar sənin nə edəcəyini gözləyir? Və dördüncü, what will people in Scandinavia think of you if you greet all people at the party? Və deyir ki, Skandinaviyadakı insanlar sən haqqında nə düşünər əgər sən partidəki bütün insanlarla salamlaşanda? Gəlin, qulaq asaq, maraqlıdır doğrudan bu müxtəlif mədəniyyətləri öyrənmək. Gəlin, öyrənək bir yerdə, mən də bilmirəm. In Spain, when you come into a shop, you say hola. Və deyir, İspaniyada siz bir şopa gələndə deyir ki, bir nəfər və sən ola deyirsən, yəni salamlaşırsan. The cashier replies hola. Və sonra orada biri də sənə cavab verir ki, hola. And everyone else in the shops replies hola. Və deyir, marketdəki hər kəs cavab verir hola, salam deyə cavab verirlər. It looks a little bit like this, and you Və deyir, bu bir balaca buna oxşuyur. feel very much welcome. Və sən özünü deyir, çox belə xoş gəlmiş kimi hiss eləyirsən də, elə bir ki, sənə hamı xoş qarşılamış kimi hiss eləyirsən. In Spain this summer, I came back to Norway where I live, and then I got into a grocery Aha, deyir ki, və İspaniyadan sonra mən bu yay Norveçə qayıtdım, harada ki mən yaşayıram. store. And then I said, hi. Və orada da marketə girib orada salamlaşır. Görürsünüz ki, insanların başında sual işarəsi, yəni bizə niyə salam vermirsən? Suddenly people are wondering, why is he saying hi?
Because Və deyir qəfildən insanlara təəccüblə gəlir ki, o niyə görəsən bizə salam verdi? they're expecting me to start a conversation to ask a questions. Greetings mean something different. They're much more purposeful. They're much more pragmatic. And this is one of the Aha, deyir və onlar mənə deyir gözləyirlər ki, dayanıb gözləyirlər ki, bu salam veribsə, indi mənə nəsə soruşacaq. Yəqin nəsə söz soruşmaq istəyir. Deyir çünki burada nəsə söhbəti başlatmaq üçün və yaxud da hər hansı bir salamlaşmaq hər hansı bir məqsəd daşıyır. Yəni elə belə onlar salam vermirlər. Mütləq salamın arxasında ya nəsə söhbətə başlamalısan, gözləyirlər və yaxud da sadəcə nəsə söz soruşmaq. Elə belə salamlaşmaq yoxdur. one of the first thing you realize when you move to a different culture. Yeah, it's the outer shelf of culture, and it's not just about greetings. It's about how you do it and when you do it. Və deyir ki, sən hər hansı bir ölkəyə gedəndə, səndə o ölkənin mədəniyyətinin fərqliliyini görəndə, yəni səndə şok yaşayırsan və əslində yəni təkcə burada salamlaşmaqdan getmir söhbət. Yəni deyir ki, burada söhbət ondan gedir ki, sən onu nə vaxt eləyirsən, harada eləyirsən, yəni nə zaman eləyirsən. I was born and raised in a French-speaking part of Canada. Və mən deyir, Kanadanın fransızca danışılan hissəsində doğulub böyümüşəm. And like in that part of the world, like in many other places around the world, when you leave an event or you leave a party, you're going to go around and say goodbye to everyone. So you're going to go. Deyir ki, və dünyanın bir çox ölkəsində olduğu kimi burada da partidən çıxanda sən goodbye deməlisən. Yəni insanlara yaxınlaşıb oradakı hamıya goodbye deməlisən. Sağ ol deməlisən. Around and shake hands with every man and Və partidəki hər bir kişi ilə əl-ələ görüşməlisən. Yəni əl-ələ görüşərək sağollaşmalısan. kiss every woman. It's Və hətta qadınlarla da. expected, it's welcome, it's part of the cultural rituals and norms. Actually, if you don't do Və deyir ki, əslində bu mədəniyyətin aid olan bir ritual kimidir, mədəniyyətin bir hissəsidir və hətta deyir, əgər sən bunu eləmirsənsə, do this, you will feel a little bit uneducated. If you do və sən özünü, əgər bunu eləmirsənsə, sən bir balaca özünü nadan hiss edəcəksən, savadsız hiss edəcəksən, yəni. this in Scandinavia, you're weird. Huh? Why would you go and disturb someone in the middle of a conversation just to say goodbye when you know you're going to see the person again, yeah? Aha, amma deyir, Skandinaviyada vəziyyət necədir? Vəziyyət başqadır. Deyir ki, onlar düşünür ki, əgər sən partidən çıxırsansa, yəni niyə görə gedib kimisə narahat eləməlisən və ona sağ ol deməlisən? Bir də ki, bu insanı onsuz da görəcəksən. Yəni nə mənası var? Yenidən görəcəyin insanla gedib partidə narahat eləyib sağollaşmaq. Greetings is the outer shelf of culture, and this is one of Və salamlaşmaq mədəniyyətin bir ayrı hissəsidir. the first challenges you will meet changing culture. Və sən deyir ki, bu greetingdə, yəni salamlaşmaq sənin mədəniyyət dəyişəndə, yəni başqa ölkəyə gedəndə görəcəyin, rastlaşacağın ilk fərqlilikdir. Okey uşaqlar, gəlin suallara cavab verək. Bu niyə yığılmır ki? Aha. Bir dəqiqə. Bir dəqiqə. Okey. Birinci sual necəydi? Deyir ki, İspaniyada insanlar necə reaksiya verərdilər? Yəni insanlar sən onlarla salamlaşanda they all will və yaxud da they all will greet you back. Greet you back. Onlar hamısı səni geri qaytaracaqlar. Yəni salamva cavab verəcəklər. Okay? Və deyir ki, Norveçdəki yadlılara salam verəndə necə they would be surprised
They would be wondering. They would be wondering. Onlara maraqlı gələrdi ki, what you were going to ask them. Onlara maraqlı gələcəkdir ki, görəsən sən onlardan nə soruşacaqsan. What do people expect you to do? Kanadada deyir, partidən çıxandan sonra insanlar səndən nə etməyi gözləyirlər? They expect you to say goodbye to everybody, to bunu buradan yazıram tamamını. Everybody in the party. In the party. Okay. Və deyir Skandinaviyada insanlar partidə hamıya salamlaşanda sən barədə nə düşünəcəklər? Why would you disturb a person whom you will probably disturb a person. Uşaqlar, xəttimdən şikayət edirsiniz, anlayıram. Mən bunu qələmlə yazıram, planşet qələmi ilə və xəttim. Mən illərdir ki, yazı yazmırdım və kompüterdə yazı yazırdım. Əlimə qələm çox nadirən 1 dəqiqəlik, 1 saniyəlik imza atmaq üçün dəyib illərlə. Ona görə də indi xəttimi yadırğamışam. Halbuki mənim doğrudan çox qəşəng xəttim var idi bir zamanlar. Nəysə, xəttimə görə I'm sorry. Why would you disturb a person whom you will probably meet again? You will probably meet again. Meet bu bunundur. Meet again. Meet again. Deyir ki, niyə görə bir insanı narahat eləyəsən əgər sən ondan yəqin ki, bir də görüşəcəksənsə. Okay, və deyir ki, watch the second part of the talk and complete the notes. İkinci hissəsinə bax və qeydləri tamamla. Gəlin baxaq görək qeydlər nədən ibarətdir. While in some cultures it's easy to understand emotions, in some others it is hard to interpret. Deyir ki, burada çatışmayanı biz yazacağıq. Bəzi mədəniyyətlərdə emosiyaları anlamaq asan olsa da, digərlərində isə onları şərh etmək, mənasını anlamaq çətindir. İndi görək burada nə olacaq. Representatives will make you feel hard to, yəni nümayəndələr sənə necəsə hiss edir, more physical, more time needed. Gəlin qulaq asaq uşaqlar və görək nədən söhbət gedir. Okay. If you come from a culture where the emotion is very obvious, when you meet someone and you're very happy, you're showing it to the person. Deyir ki, əgər sən elə bir mədəniyyətdən gəlirsənsə ki, orada deyir insanların emosiyalarını anlamaq çox asandır. İnsanlar öz emosiyalarını çox rahatlıqla, asanlıqla göstərə bilirlər. Məsələn, o gəlir biri xoşbəxtdir və bunu qarşı tərəfə göstərir. You're showing you're very happy. Maybe you're going to hug the person. You're showing it very. Yəni sən göstərsən ki, sən çox xoşbəxtsən, bəlkə də həmin yandan qarşına keçən insanı qucaqlayacaqsan. Clearly, if you're angry, yəni xoşbəxt olduğunu aydın dərəcədə göstərsən və əsəbi olanda da
do the same. You're going to show that you're angry, and the Sən yenə də eyni şeyi edirsən. Yəni göstərirsən ki, sən çox əsəbisən person will see it very clearly. So if you come və from a insan bunu çox aydın dərəcədə görəcək ki, sən əsəbisən. culture like this and you move into a culture where emotions are much more subtle and you try to interpret the behaviors of others, it may look Behaviors, interpret behaviors. Amma deyir gəlirsən, deyir ki, orada belə bir ölkədən çıxırsan, hardakı emosiyalar çox asanlıqla, rahatlıqla göstərilir və belə bir ölkəyə gedirsən ki, oradakı emosiyalar daha gizlin olur və sən sadəcə onların davranışlarına görə bunu yozmağa, interpret, şərh etməyə çalışırsan. Uşaqlar, behaviors ümid eləyirəm oxuya biləsiniz. Qoy bir dənə də yazım. Bu V hərfidir. Behaviors. Okay. look something like this for you. Yəni ki, onlarda, yəni belə ölkələrdəki insanların happy görünüşü də, xoşbəxt görünüşü də budur, qəmgin görünüşü də budur, əsəbi görünüşü də budur. Bir də içki içəndə açarların içirlər və happy kimi görsənirlər. Bir də içki içəndə, yəni piyan olanda, drunk olanda. Qalan hamısında eynicir. Yəqin ki, bura Almaniyadır. So you see that maybe the person is very happy or very angry. However, based in your own cultural perspective, you won't be able to identify that because happiness and being angry is expressed in such a much more obvious part. So you may end up to completely misinterpret the emotional feedback you get from another person. Deyir ki, yəni bəlkə də o insan həmin vaxt yəni əsəbi ola bilər, angry, xoşbəxt ola bilər, amma deyir ki, sən bunu amma bunun üzündən ifadə olunmur və sənin gəldiyin ölkədə deyir bu o qədər aydın şəkildə emosiyalar ifadə olunur ki, sənin yəni hərəkətlərində və s. Yəni sən həmin onun bu cür yəni ifadəsiz durumunu deyir başqa cür şərh etməyə başlayırsan. I like to see cultures as extremes, or I like to represent extremes of culture so that people see the differences. And today I'm Və deyir ki, mən mədəniyyətlərin indi extreme, kəskin versiyalarını təqdim etmək istəyirəm ki, beləliklə də siz onlar arasındakı fərqi görəsiniz. going to be using fruit to sort of express different type of culture, extremes of culture. The first one is the Deyir ki, mən buna görə də meyvələri təqdim eləyəcəm ki, onları müxtəlif mədəniyyətləri təmsil etsinlər. Birincisi, warm culture, is the culture which is very soft from the outside. You feel very welcome. And elə bir mədəniyyət ki, sən çöldən gələndə, yəni başqa yerdən gələndə özünü çox yumşaq bir mədəniyyətlə rastlaşmış olursan və özünü xoş gəlmiş kimi hiss edirsən. want to use the peach to represent that. Aha, şaftalı. Yəni ki, will make you represent, will make you feel. Aha. Yeah? And we can think here about, for example, an American woman, you don't know her very well, and she wants to show that she's happy to see you, so she will be doing something like, oh my God, I'm so happy to see you, and come closer. Deyir ki, məsələn, Amerikada deyir, bir tanımadığın qadının yanına gedirsən və rastlaşanda, məsələn, və yaxud da tanış olanda gedirsən və o sənə elə hiss elətdirəcək ki, ilk sənə gördüyündə təəssüratı, oh my God, gəl bura, mən səni görməyimə çox şadam. Belə şeylər edəcək. Closer to you, maybe hug you and say, you know, Bəlkə də that I deyirsən, love you. qucaqlayacaq və deyəcək, bilirsən, mən səni çox sevirəm. And you feel it's very soft, and she really wants you to be there, and so that's the soft Və deyir ki, sən hiss edirsən ki, ondan bir yumşaqlıq, həlimliyi hiss edirsən və hiss edirsən ki, o insan sənin orada olmağı istəyir. culture. The other culture I like to represent is the coconut culture.
Amma deyir ki, digər bir mədəniyyəti mən kokonat, yəni bu kokonat gördüyünüz kokos nədir ondan təmsil edəcək. In a coconut culture, it's different. It's a bit of the faces we saw just now. It's much more Deyir ki, kokonat mədəniyyətində isə fərqlidir. Burada mənim sizə göstərdiyim üzlər kimidir, ifadəsiz üzlər kimidir. subtle emotions. You have more physical distance. You More physical. Bu əvvəlkiləri yazmadım. More physical distance. Yəni daha çox fiziki məsafə var. you may not invite people easily You to may- your Aha, deyirsən insanları çox asanlıqla dəvət eləyə bilmərsən. to your activity. There's a To your activity, öz fəaliyyətlərinə və orada bir məsafə var. distance. Actually, these are the cultures that very often we consider as Make you feel welcomed. Burada welcomed. Comed, yəni nümayəndələr sənə özünü bu şaftallı olanlar will make you feel welcomed. Şaftallı olanlar sənə özünü xoş gəlmiş kimi hesab etdirəcək. Hard to-nu qaçırmışıq. Bir də baxarıq bəlkə bir də baxaq. welcome, and I want to use the peach to represent this. Yeah, and we can think here about, for example, an American woman. You don't know her very well, and she wants to show that she's happy to see you, so she will be doing something like, "Oh, my differences." And today I'm going to be using fruit to sort of express different type of culture, extremes of culture. The first one is the warm culture, is the culture which is very soft from the outside. You feel very welcome, and I want to use the peach to represent this. Yeah, and we can think here about, for example, an American woman. You don't know her very well, and she wants to show that she's happy to see you, so she will be doing something like, "Oh my God, I'm so happy to see you," and come closer to you, maybe hug you and say, "You know that I love you." And you feel it's very soft, and she really wants you to be there. And so that's the soft culture. The other culture I like to represent is the coconut culture. In a coconut culture, it's different. It's a bit of the faces we saw just now. It's much more subtle emotions. You have more physical distance. You may not invite people easily to your activity. There's a distance. Actually, these are the cultures that very often we consider as cold culture. Yəni belə mədəniyyətləri biz adətən soyuq mədəniyyət kimi görürük, hesab edirik. These people are not cold. It's just that it takes more time to build up trust to actually get to know Yəni bu insanlarla more time needed to build trust. Daha çox vaxt lazımdır ki, güvən qazanmaq üçün. the people. But once you crack the code after a few months or a few years, yeah, you're coming in. Deyir ki, bəlkə də after bir neçə ay, bir neçə ildən sonra deyir onu bu aradakı divarı, soyuqluğu çatlada bilərsən. To that coconut, and it's beautiful inside. It's great inside a coconut. Və deyir ki, bu kokonatın içinə də gedəndə görsən ki, əslində içi də çox gözəldir və s. The same in these cultures. In the peach culture, when you try to get to know the person, very often you're going to hit the stone, and it's actually quite difficult to get to know these people. Hard to get to know these people. Hard to get to know these people. Uşaqlar deyir ki, amma deyir, məsələn, deyir, müqayisə eləyəndə belə dedi ki, yəni başa saldı ki, yəni kokonat üzdən soyuq, çirkli, qəbul edilməz görsənənin bir müddət sonra içinə girəndə, yəni o güvəni qazananda, olay görürsən ki, çox yaxşıdır. Amma bu üzdən çox welcome görsənənlərin biraz içinə girəndə bu şaftalının qabığı çəyirdəyi kimi, tumu kimi deyir, girəndə sərtliklə qarşılaşırsan, rahat olmur. Yəni bu insanları tanımaq rahat deyil, asan deyil, çətindir. People. So it's just an inversion. Being aware Yəni inversiya var burada, yer dəyişmə var. of this when you move to a different culture, when you try to learn a different culture, will give you tools not to misinterpret the behaviors. Və deyir, siz başqa ölkəyə gedəndə biz sizə tools, yəni
necə deyim, bir növ yollar, üsullar deyəcəyik ki, siz oradakı davranışları misinterpret, pis yerə yozmayasınız, səhv yozmayasınız, səhv başa düşməyəsiniz. Of others. Challenge yourself to see the world in the perspective of others. Yəni özünü deyir, yoxla ki, dünyanı tanıyasan, dünyanı görəsən və başqalarından perspektivlərini anlayasan. Challenge yourself to be more aware of your own biases, of your own expectations, and in the way you perceive other people's behaviors. If we all Və öz perspektivlərini və digərlərinin üsullarını görmək üçün özünü yoxla, challenge elə, sına. do this, we're going to solve some of the biggest challenges our societies and generations is facing. Thank you. Və biz bunu etsək, deyir, biz nəsillərimizin, bizim sosial cəmiyyətin rastlaşdığı ən böyük problemləri həll etmiş olacağıq, belə deyir. Okay. Belə, indi isə deyir ki, yoldaşınızla sualı müzakirə eləyin. What is the message of this talk? Bu söhbətin mesajı nədir? Culture nədir, uşaqlar, nədir? So, the message of this talk is to convey the idea that cultures are different and not everything is as it's seen from outside. Yəni hər şey kənardan görsəndiyi kimi deyil. Okay? So, mədəniyyətlər fərqlidir and notice and maybe some people may look cold, not welcomed, but it doesn't mean they don't like you. Yəni ki, bəzi insanlar soyuq görsənə bilərlər, amma bu demək deyil ki, onlar səni bəyənmirlər, xoşlamırlar və yaxud da maybe some others will look just so kind, so warm, you'd say, oh my God, they would die for you. Amma bəzi insanlar elə görsənə bilər ki, onlar çox mehribandılar, çox nəzakətlidirlər və hətta sən düşünə bilərsən ki, ayda bu insan məndən ötürü ölür ki, amma vəziyyət başqa cürdür, uşaqlar, belə bir yeri gəlmişkən deyim. Kitabda oxumuşdum, kitabın adı yadımdan çıxıb, bir kitabda oxumuşdum, bu yaxınlarda qarşıma çıxmış bir ifadədir. Bir deyir, insan mənlə mehriban danışanda, bunu məşhur bir adam deyir, varlı bir adam deyib, yəni məşhur bir adam deyib. Deyir, bir insan mənlə mehriban danışanda, mənim ağlıma sırazı gəlirdi ki, görəsən bu adamın mənə nə pislik eləyəcək. Yəni mehriban danışmaq, belə gülə-gülə danışmaq o adamın sənə qarşı yaxşı münasibətinin olduğunu və yaxud da biri kobud da deməyim, soyuq danışırsa, kobud danışmaq o heç pisdir. Amma soyuq danışırsa, yəni bu o demək deyil ki, bu adam səni bəyənmir və s. Ola bilər ki, o onun öz xarakteridir. Okay, bu səhifədən bu qədər və digər bir səhifəyə baxırıq. Görək sonra nə var? Aha, biz bununla da Unit 3'ü bitirmiş olacağıq. Gəlin, qutaraq, vaxtımız getməsin, uşaqlar, baxırıq. Birincisində each of words involves in the wrong. Yəni qara hərflər, bu tipli çalışmalar çox eləmişik uşaqlar, məncə bilərsiniz hamınız. Bu qara hərflərlə verilmiş sözlər cümlələrdə, səhv cümlələrdə yerini verilib, biz onların yerlərini dəyişirik. Whenever I visit them, they always welcome me warmly. Welcome, burada welcome olacaq. Deyir ki, mən həmişə onlara gedəndə onlar məni çox isti, mülayim qarşılayırlar. We all hope our planet will continue to exist for millions of years. Biz hamımız ümid edirik ki, planetimiz hələ milyon illərdə mövcud olacaq. They suggested ways to
preserve historically important buildings for the future. Onlar təklif etdilər ki, gələcək üçün tarixi əhəmiyyətli binaları qoruyub saxlasınlar. Qoruyub saxlama üsullarını təklif etdilər. The music band went on tour to organize promote olacaq, promote their new album. Deyir ki, musiqi qrupası, komandası turla getdi ki, bir tura çıxdı, yəni səyahətə ki, öz yeni albümlərini reklam etsinlər, promote, irəli çəksinlər. My uncle is helping to organize the town festival this year. Mənim əmim bu il 2 şəhər festivalının təşkil olunmasına kömək edir. Və düzgün sözü seçəcəyik, mənaca uyğun. Andrew is one of the extinct, yoxa çıxmış. Endanger, təhlükədə olan, adətən endanger təhlükədə olandı, amma burada deyir ki, no one speaks it anymore. Ona heç kəs danışmır. Extinct artıq mövcud olmayan deməkdir. Andrew dili deməli artıq mövcud olmayan dillərdən biridir. Onu heç kəs artıq danışmır. Green symbolizes respect in many Middle Eastern cultures. Orta şərqdəki mədəniyyətlərdən əksəriyyətində yaşıl rəng hörmət simvolizə edir. Hörmət rəmzidir. His paintings have had a great influence on many modern writers. Onun şəkilləri deməli bir çox müasir yazıçıya böyük təsir etdi. I've got 2 tickets to see the band's live performance. Deyir ki, qrupanın yeni ifasını görmək üçün mənim 2 canlı ifasını görmək üçün mənim 2 biletim var. Several medieval buildings in the town have survived into modern times. Preserve belə ola bilərdi ki, have been preserved. Deməli, bir neçə orta əsr mədəniyyətinə məxsus binalar şəhərdəki müasir dövrə kimi xilas olub gələ biliblər. Və biz nə edəcəyik? Burada prepositionları yazacağıq cümlələri tamamlamaqdan ötürü. There is a full range of activities for children in this kindergarten. Bu bağçada uşaqlar üçün müxtəlif fərqli aktivitelər var. Full range of, yəni fərqli, müxtəlif, çoxlu. This restaurant is famous for its amazing show and food. Bu restoran özünün heyrətamiz göstərişi və şousuna və yeməyinə görə məşhurdur. The show had a big audience which ranged from children to grandparents. Restoranda, şounun böyük bir auditoriyası var idi, uşaqdan böyüyə kimi, nənəyə, babaya kimi. I had to do my homework in a rush because I was late. Mən gecikdiyimə görə ev tapşırığımı tələm-tələsik, in a rush, tələm-tələsik etməli oldum. There was an award ceremony at, burada ət olacaq uşaqlar. Oy, bir dəqiqə, ət. Bu niyə belə rəngini dəyişdi? Aha, deməli, festivalın bağlanış mərasimində mükafatlandırma mərasimi oldu. Və 4-cünü oxuyuruq. Deyir ki, aşağıdakı cümlələri oxuyun və mötərizədəki sözləri açaraq düzgün formada istifadə eləyin. There are certain similarities between the two cultures. Hətta bunu cəmdə verəcəyik. Similary, ismə çevirəcəyik. Similar sifətdir. Biz onu
ismə çevirəcəyik. Deyir, iki mədəniyyət arasında müəyyən oxşarlıqlar var. There is a general belief. Bunu isim kimi olacaq. Niyə? Çünki burada article var, isim olmalıdır. Belief that things will soon get. Bu F hərfidir, ay uşaqlar. Xəttim eybəcərdir, bilirəm, I'm sorry. Deyir ki, belə bir ümumi inanc var ki, hər şey daha yaxşı olacaq. I like to know what caused the extinction of dinosaurs. Tinction. Burada ion şəkilçisi əlavə elədim. Deyir ki, bilmək istəyirəm ki, dinozavrların yoxa çıxmasına nə səbəb olub? I could see the... Bunlar hamısı isim oldu. Fikir verirsiniz, article varsa mütləq bizdə nə olmalıdır? İsim olmalıdır da. Yəni ki, başqa bir şey ola bilməz. Və deyir ki, mən disappointment in the child's eyes. Yəni disappointment isimdir də, bilirsiniz. Deyir ki, mən uşağın gözlərindəki ümidsizliyi görə bilirdim. Ümidsizlik də deyil də. Disappointment bilirsiniz nədir? Ümidin puça çıxması, yəni yanılğını, yanılmaq. Nədəsə deyirsə, I'm very disappointed by your actions məsələn. Sənin hərəkətlərindən mən doğrudan çox yanıldım. Yəni gözləmədiyin bir şey baş verir. Disappointment odur, yanılmaq. We feel a strong loyalty, bu da loyalty to our native country. Biz doğma ölkəmizə güclü bir sədaqət hiss edirik. There were street celebration when Qarabağ won the cup. Qarabağ kupanı udanda celebrations, küçə elə bir ki celebrations, küçə bayramları da, küçədə bunu bayram kimi keçirməklər oldu. Çoxlu belə bir bayramlar oldu. Və növbəti səhifəyə baxırıq. Burada deyir ki, sözləri özlərinin mənası ilə uyğunlaşdırır. Annual illik deməkdir. Baxaq görək. Y variantı happening or done once every year. İldə bir dəfə baş verən. Homesick, yəni evdən ötürü darıxmaqdır uşaqlar. Bir dənəsi də deyir ki, uzaq bir dənəsi artıqdır. Homesick A-ya uyğundur. Feeling unhappy because you're a long way from your home. Özünü bədbəxt, kefsiz hiss eləmək ki, evdən uzaqdır ona görə. Emotional, emosional bilirik. Bu B-yə uyğundur. Elə tam da uyğun da deyil əslində. Yəni connected with people's feelings. İnsanların hissləri ilə, emosional, insanların hissləri ilə əlaqədar olan uyğundur. Identical, eyni, identical, eyni, exactly C variantı uyğundur. The same or very similar. Yəni eyni və yaxud da çox oxşar. Bu D variantı yoxdur. Və deyir ki, neynən? Deyir ki, mətni oxu, aşağıda ABC-dən birini seç. Qəbələ International Music Festival is one of the best live music events. Qəbələ Beynəlxalq Musiqi Festivalı ən yaxşı canlı musiqi tədbirlərindən biridir. It has taken part in the city of Qəbələ has taken place. Uşaqlar burada B uyğundur. Part deyirəm, place. In the city of Qəbələ every summer. Deyir ki, o hər il, hər yay, burada since olacaq. Cümləni axıra kimi oxuyayım. 2-də C variantı, since 2009. Deməli, 2009. Deməli, bu 2009-dan bəridir ki, Qəbələ şəhərində baş tutur. During this festival, famous musicians from all over the world perform in the open air A variantı və bu festival zamanı məşhur musiqiçilər, bütün dünyadan olan məşhur musiqiçilər açıq havada ifa edirlər. This festival is known as an important
event that makes a great contribution to the development of intercultural dialogue. Deyir ki, bu festival önemli bir tədbir kimi tanınır, hansı ki mədəniyyətlər arası dialoqun inkişafına töhfəsi olan böyük töhfəsi olan vacib bir tədbir kimi tanınır. This festival of friendship and music also helps to discover new talents. A variantı olur uşaqlar. And share knowledge. Bu dostluq və musiqi festivalı həmçinin kömək eləyir ki, yeni istedadları kəşf edəsən və bilgini paylaşasan. Also, B variantı. The festival initially started as a classical music festival. Now you can hear music of different genres, including jazz and muğam. A variantı. Deyir ki, baxmayaraq ki, festival daha ilk öncələri olmurmuş, öncələri klassik musiqi festivalı kimi başlamışdı. Amma sən indi burada caz və muğam da daxil olmaqla müxtəlif janrlardan olan musiqilər eşidə bilərsən. What can be more enjoyable than the music and nature in the same place? Deyir ki, musiqi və təbiətin eyni anda olduğu bir şeydən daha zövq verici nə ola bilər? This is incredible for tourists who always look for something unique. C variantı. Bu turistlər üçün heyrətamiz bir şeydir. Hansılar, kimlər ki, nəsə fərqli bir şey axtarırlar. Və biz gəlirik 3-cü unitin sonuna. Və mistake detector cümlələr oxuyuruq. Kölgəli sözlərdə səhvlər var, bəzilərində var, hamısında yoxdur. 12 səhvi tapırıq, onları düzəldirik. Also, I was a child. I never. But burada yoxdur, uşaqlar, olmamalıdır. Olmamalıdır burada. Birinci səhv bu. Çünki olzon vermişsən də. Deyir, baxmayaraq ki, mən uşaq idim. I never missed any festivals that were held in Bakı. Bakıda keçirilən heç bir festival qaçırmazdım. My grandmother used to take me to all of them. Nənəm həmişə deyir, mənə onların hamısına aparardım. You've eaten 4 sandwiches. Whereas I've just had one. Deyir ki, sən 4 dənə sandviç yemişsən. Halbuki mən bir dənə yemişəm. Also, baxmayaraq ki, sən deyir, məndən çox yeyirsən, sən heç vaxt deyir, kilo almırsan. I will never forget that day. Mən heç vaxt o günü unutmayacağım. Despite the pandemic, we all went out to celebrate the great victory. Pandemiyaya baxmayaraq biz hamımız neynədik? Getdik qələbəni qeyd eləməyə. Even my grandmother, who is 80 years old, went out with the Azerbaycan flag in her hand. Hətta deyir, nənəm, 80 yaşlı nənəm də deyir, öz əlində Azərbaycan bayrağı ilə çölə çıxmışdı. Also cultural different, despite. Burada yenə də in spite of the və yaxud da z olmaya da bilər. Cultural differences, international students usually become very close friends. Z niyə olmayacaq? Çünki ümumidir. Deyir ki, mədəniyyət müxtəlifliklərinə baxmayaraq, beynəlxalq tələbələr adətən yaxın dost olurlar. For example, my cousin who mısız mı olmayacaq. In China last year had a lot of Chinese friends. Məsələn deyir, mənim kuzenim Çində bir il
Keçən içində oxuyan kuzenim çoxlu Çilli dostları var idi. Last year some of them came to Azerbaijan in order to see him. Və keçən il onlardan bəziləri Azərbaycana gəldi ki, onu görsünlər. Olza, burada Olza olacaq. George wasn't brave enough, Jessica wasn't afraid of him. Baxmayaraq ki, yo, bir dəqiqə. Baxmayaraq ki, George o qədər də kifayət qədər cəsarətli deyildi. İnşallah bir dənə güclü yağış başladı. Jessica heç nədən qorxmurdu. Just imagine last night she walked on by herself. Even though she knew that it was not safe. Deyir ki, təsəvvür elə, hətta deyir, dünən gecə o evə özü getdi. Baxmayaraq ki, o hətta bilirdi ki, bu təhlükəsiz bir şeydir. Uşaqlar, çox güclü yağış başladı bir dəqiqə. Və sonra, even though women in the work about, where is some woman? Aha, burada even though artıq deyir. Women in the United States work about 41 hours a week, whereas women in Europe work about 3 hours a week. Deyir ki, United States'dəki qadınlar 41 saat işləyirlər həftəlik, halbuki Avropadakılar 30 saat. Wow. Also, many people in the United States know foreign languages and burada ən artıqdır. They conduct business meetings in English. Deyir, baxmayaraq ki, burada as olacaq, as. United as olmayacaq, elə also olacaq. Baxmayaraq ki, United States'dəki insanlar, əksər insanlar xarici dillər bilirlər. Onlar öz biznes, iş iclaslarını İngiliscə aparırlar. Yesterday I was exhausted, therefore I went to bed early. Deyir ki, dünən mən çox yorulmuşdum, ona görə də yatağa tez getdim. Unlike me, məndən fərqli olaraq, my sister stayed up till 3 a.m. and worked on the project on cultural differences. Deyir ki, amma mənim bacım saat 3-ə kimi, gecə 3-ə kimi oya qaldı və mədəni müxtəliflik layihəsində işlədi. In most Western countries, people love drinking coffee, while in Azerbaijan, people prefer drinking tea. Əksər qərb ölkələrində insanlar kofe içməyi xoşlayırlar, amma deyir Azərbaycandakı insanlar çay içməyi üstün tuturlar. Personally, I can imagine a day without with some cookies. Mən deyir, hətta şəxsən mən deyir, günümü bir neçə piçenyəsiz, çaysız, piçenya ilə çaysız təsəvvür edə bilmirəm. Yəni, mən öz günümü bir neçə peçenya yeyə, çay içməksiz təsəvvür edə bilmirəm. Bunu demək istəyir. My grandmother's oak carpet dates back to the 19th century. Mənim nənəmin köhnə xalçası 19-cu əsrə kimi gedib çıxır. She preserved it with special care so that the next generation could see the traditional patterns on it. O onu deyir, xüsusi qayğı ilə elə qoruyub, saxlayıb ki, gələcək nəsillər də oradakı ənənəvi patternları, naxışları görə bilsinlər. Bu qədər uşaqlar, bəyənin, paylaşın, abunə olun, sağ olun.